Salam aleykum. Bugün mövzu kickbox değil, MMA'dır. Salam aleyküm. İnşallah ki maraqlı söhbətlər olacaq. İnşallah. Heç yerdə eşitmədiyinizi bu günləri biz burada inşallah danışacağıq, düzdür? Bəli, bəli. Ekskluziv söhbətlər. Bizimlə qalın. Bunu göndərirəm sənə şeylə, yəni birinci bunu buradan başla. Yaxşı. Sonra 3-4 dənə də qəşəng mövzunu eləyərik. Yaxşı mövzuları. Onu yavaş-yavaş yetişdirərək gedər. Kim inanırdı, kim inanmırdı. Bu günləri bizim işimiz onlarlandı. İnanmayanlarlandı yəni. İndi danışacağıq. Başlayaq. Xoş gəlmisən bizim kanala. Xoş gördük. Salam Bugün aleyküm. bu günləri dediyim kimi elə bir söhbətlər olacaq, elə bir mövzular olacaq hansı ki heç yerdə danışmamısan. Biz sən o barədə danışdıq. Maraqlı olacaq. Ona görə bizim kanala abunə olun. Özünü təqdim elə, indi tanımayanlar tanısınlar. Mən Nurşov Məhəmmədəli. 21 yaşım var. Beton Fight klubu təmsil edirəm. Müəllim Orxan Məmmədovdur. Bundan artıq da məlumata yəqin ki, ehtiyac yox. Bundan artıq məlumat zaten hamı bilir. Necə ki, yenə deyirəm, hamı üçün maraqlıdır ki, Məhəmmədəli bu günləri, yəni mənə maraqlı bilsən nədir? Mənə maraqlı bundan sonra olan söhbətlərdir. Yəni bu günə kimi hamı bildi necədir. Bəli. Bundan sonra necədir, kimlər dəstək olacaq? Hansı aktda, hansı promotiondan necə deyirlər, o təkliflər gələcək? Bildiyimə görə 2 illik müqavilə bağlamısan. Bəli. Aktagonla bağladın 2 illik müqaviləni. Daha bağlayacaqlar da. Yəni sən verdiyin o hype-ı onlarda yəni son vaxtlarda bəlkə belə hype olmayıb da. Yəni olub belə bir şey, məncə olmayıb. Elə şey Aktagonda. olmayıb. İpulusdakı mənim ilk debüt döyüşümdə, yəni qəfəsdən çıxan kimi hamı 3 dənə döyüşçü düzüldü sıraya, qəfəsin içinə girib mənə döyüş təklif elədilər. Yəni, Mən bəzilərini görmüşəm. Orada da elə şey olmayıb. Yəni 3 dənə, bir dənə olar, yəni hardasa gələr. Bir dənə, üçü də birdən yəni mənə döyüş təklif elədi. Niyə də, nə olub? Nəyə görə? Hype Axı mən ona qışqırmamışam, o mənə qışqırıb. Yəni bir tərəfdən də o hansı ki face to face olanda ajotaj yarandı, onu belə eləməyi. O da səndə reaksiya idi ki, yəni istər-istəməz nə qışqırırsan da, yəni bu insanlar biraz onu götürdülər, biraz məzə formatına fırlatdılar, biraz şeylə ki, səhifələri yıxsın, eləsin deyə. Bunun içində bəzi Azərbaycan səhifələri də var idi, Azərbaycanlılar da var idi. Yəni o düzgün olan bir şey deyil. Sadəcə olaraq ki, bir şey fikirləşin ki, bu insan Azərbaycanlıdır. Mən özbəki udmuşam, yenə də ona dəstək olurlar. Kommentə girirlər, mənə yazdılar, bəs sən stoyka demişdin. Mən görmüşəm bu videoları. Hamısını bir yazası deyiləm ki, mən yəni bu MMA-dır. Yəni mən çox söz deyə bilərəm, amma o hər şey o setkanın içində bəlli olurdu. Yəni o da mən demirəm ki, siz mənə qışqırmışdınız, nə oldu, niyə davam edə bilmədiniz? Bu oyundur da, döyüş. Yəni döyüşdə hər şey ola bilər. Yəni sən deyə bilməzsən ki, qaqaş gəl stoyka döyüşək, belə eləyək. Və yaxud da ki, yəni heç kim alçalda bilməz də, yəni. Alçaldandan sonra onun cavabını vermək lazım idi. Yəni mən səni alçaldımsa mən cavabımı ver, elə söhbət olmur da. Alçaldan axı mənəm. Mən onun cavabını verməliyəm. Amma bunlarda tərsinə oldu. Videodan sonra, döyüşdən sonra getdi, oturdu, evdə ağladı. Ağladı, hə. Yəni niyə? Ehtiyac yox idi. O bizim bəzi Azərbaycanlılar da kommentlərə baxıram. Gülməli olanlar odur ki, Azərbaycanlılar yazır ki, qaqa çıldağa getdin. Qaqa biri yazıb ki, qaqa çıldağa getdin. Çox güldüm. Yəni o kommentə çox gördüm. Yəni çox dəxilsiz bir şeydir. Ki necə oldu ki, ümumiyyətlə sənə təklif gəldi? Mənim çıxış eləməkdə böyük rolu Turan müəllim elədi. Turan müəllim yəni böyük rol oynadı. Mən evdə idim, məşqə gedirdim. Turan müəllim mənə yazdı ki, bəs Nurşov, Oktagon liqasından sənin təklif var. Neynədirsə yəni onu elədi. O elədi. Yəni Azərbaycanda bir çox menecerlər var, heç kim baxmır. Hamı bir idmansın, 2 idmansın üstünə düşüb. Yəni zəhmət olmasa bunu kəsməyin, bunu paylaşın. Yəni mən heç kimdən şükür Allah çəkinəcəyim yoxdur. Bütün idmanslar hamı bir nəfərin, 2 nəfərin üstündən yapışır, elə davam edirlər. Amma Azərbaycanda idman çoxdur axı. Azərbaycanda vuruşan idmançı çoxdur axı. Yəni çox insanın texnikası yaxşı ola bilər. Lapa işləmək, quruş işləmək yaxşı ola bilər. Amma bu içində ürək olmadısa, gedib qıraqda, yəni aşıb gəlməyin yeri yoxdur. Mən Azərbaycanda döyüş uduza bilərəm. Yəni uduzduğum döyüş ola bilər. Onlar qaldı keçmişdə, 2025-də qaldı onlar. Yəni mən o şəraiti 2026-da yaratmayacağam ki, kimisə mən ağzına söz verim. Mən artıq bunu başa düşmüşəm. Çünki yəni uduzanda elə bilirlər ki, sən zəifsən. Yəni bunu çox gözəl başa düşmüşəm. Amma yəni bəzi menecerlər var ki, söz verir, sözünə əməl eləmir. Vəbşi bir nəfərlə, 2 nəfərlə işləyir, üçüncü bir insana baxmır. Yo bizdə menecerlər var, məsələn də indi hansı ki fəaliyyət göstərir. Məsələn Şiraslanın özüdür. Yəni müraciət edə bilərsən. Yəni ki o da bir illərdir ki, məsələn şeydə işləyir də. Yəni Şiraslanla danışmısan, yoxsa belə bir münasibət yoxdur bəlkə. Yəni onun da bir şeyləri var da, tanıdığı liqaları var. Yəni ona müraciət etmisən yoxsa necə?
Yox, eləməmişəm. Niyə görə ki? Səbəbi də, yəni səbəb olmalı. Yox, müraciət eləməmişəm. Bəlkə öz müraciət elədi. Yox, mən müraciət eləməmişəm. Bax Şiraslan, burada biz dostumuz var. Həqiqətən indi o menecerin işi başqadır, döyüşçünün işi başqadır. Biz zaten nə edirik ki, istəyirik ki, yaxşı döyüşçülər olsun. Bu günlərdə də produktdur da, inşallah. Bəlkə müraciət Allah razı olsun hamısından. Rüfət müəllim, yəni sizin özünüzün xətrini çox istəyirəm. Çox sağ olun. Allah razı olsun, çağırmısınız, dəstək olursunuz. Amma yəni necə deyim, mən yəni Azərbaycanda yaşamaq necə deyim, insana çox pis təsir edir də. Yəni mən 21 yaşım var, mən belə şeylər görməmişəm, mən belə ayrımçılıq görməmişəm. Yəni kim məni qınayır, qınasın, mən öz yoluma davam edəcəm. Yəni mən müəllimim Orxan müəllimdir, klubum Beton Fight klubdur. Onunla da axıra kimi gedəcəm. Menecerliyimdə Turan müəllim eləyir. Şükür Allaha, yəni o olmasa mən Oktagonla 2 illik kontrakt bağlamayacaqdım. Yəni o olmasaydı mən 2 illik kontrakt, yəni kim mənə döyüş təklif edəcəkdi? Şiraslan müəllim verməyəcəkdi ki, Cavad verməyəcəkdi ki. Yəni digər menecerlərin bəzilərini tanımıram, yəni onlar verməyəcəkdilər ki mənə. Versələr belə, yəni kontraktda mən inanmıram olsun belə kontrakt imzalatdırsın. Turan müəllim mənə şərait yaratdı. Turan müəllim yəni asset menecmentdə Turan müəllim deyirəm, bəlkə çoxsu tanımır. Mənə şərait yaratdı ki, mən o Oktagon liqasından kontrakt bağlayım. Bir dənə tək mənə inanan o idi. Bir dənə tək mənə inan. Mənə bir kəlmə dedi ki, dedim mən sənə inanıram. Sən heç kim inanmasa da mən sənə inanıram ki, sən udasın. Amma Turan müəllimi qınadılar deyə MMA Azərbaycan səhifəsi. Götürüb paylaşmısan, MMA Azərbaycan səhifəsini işlədib Azərbaycan idmançısını alçaldırsan. Sən düzgün insansan, sən özünə sual verirəm. Qıraqdakı insanların sualına ehtiyacı yoxdur. Mən sənə verirəm sualı. Özün düzgün insansan. MMA Azərbaycan səhifəsi bizim idmançıları həmişə dəstəkləyir. Yəni bizim idmançıları, yəni bəli, Tofiq Musayev dəstəkləyir. Yəni hamısını, yəni hamısını. Mən hamısını görməmişəm, mən gördüklərimi deyirəm, tanınmış idmançıları dəstəkləyir. Amma yəni qırağa çıxan çox idmançıların demək olar ki, hamısını paylaşmır. Yəni Fiziyev uduzmuşdu, Fiziyevin uduzmağını da paylaşmışdı. Yəni niyə də Azərbaycanlıdır o? Yox, necə deyim, o bəlkə sosial şəbəkəyə görə xəbər portalıdır da, verə bilər məsələn. Ancaq ki, pisləyə bilməz də, yəni də uduz məsələn sabah Tofiq uduza bilər. Amma fakt olan yəni məni pisləyibdi. Necə pisləyib? Nə yazıb ki? Skrin eləmişdim mesajını. Götürüb yazıb ki, bu nə biabırçılıqdır. O face-to-face mən sizə qışqırmışdı. Yazıb bu nə biabırçılıqdır. Azərbaycanlıları beyləyirsiniz, Azərbaycanlıları nə edirsiniz? Tam yadımda qalmayıb. Yəni bu niyə görə ki, bu belə eləyib deyəsən, belə şey olmuşsan, ona görə yəni fikir bildirir. Yaxşı, bəs döyüşdən sonra nə oldu? Döyüşdən sonra mənə yazıb ki, görüşəcəyik. Bəlkə nəsə diləri. Yox. Yəni çəkilişlə bağlı, yəni nə ilə çəkilişlə bağlı yox. Mən onun story paylaşıb, onun yazdığına mən demişdim ki, heç kim məni alçalda bilməz. Yəni düzgün bir şey deyil. Sən Azərbaycan bayrağını qaldıran bir insanı alçaldasan. Mən dedim, yəni sən belə bir şey eləmirsən. Mən story paylaşmışdım. Storydə qalıb məndə. Hər şey arxivdə qalır da. Onsuz da yəni mən dediyim sözü gizlədəsi deyiləm ki. Nə də ki o dediyi sözü gizlədəməz. Yəni saxlamışam mesajını. Düzdür. Yəni durub deyir ki, sən bunların cavabını verə bilməyəsən. Buna görə bunun mənə dostu yazdı. Dostuna cavab verdim. Dostu mənə qayıtdı ki, sən düz deyirsən. Çünki oturdum yəni başa saldım. Dost idmançı idi yoxsa nə? Bəli. Dedim mən deyiləm, mənim qardaşım sənsən. Bu şeylər sənə yazılıb. Mənə cavab verə bilərsən. Dedi, düz deyirsən, mənim qardaşım, öpürəm səni, gecən xeyrə. Bilsən, düzün başı bir dənə olur da. O momentdə istərsəməz sən elə də o bütün hamı o döyüşdən danışırdı. İstərsəməz o qıraqdan müəyyən bir videolar düzəldib qoyurdular. Sən psixoloji təsirdə idin. Söhbət gedir bu qarşı tərəfin adamlarından. Biz tərəfdən, yəni lazım idi ki, naborot sən poddeşka kimi, yəni bizimkilər daha düzəldib o şeyləri qoymamalılar. Çünki sən çıxıb döyüşü uduzsaydın, lap pis olacaqdı. Başa, yəni psixoloji təsir nə qədərdir, səndə o var idi. O 100% var idi. Amma yəni Azərbaycan xalqı az olsalar belə deyirəm, Azərbaycan xalqı dəstək olanlar 100% dəstək oldu. Vallah dəstək oldu. Çünki yəni dəstək olmaq biri var uğurlar qardaş. Bir də var sözləri oxuyursan, adam deyir ki, "Fəsada mən bunu uduzub qayıtmalı deyiləm." Yəni çox qəşəng sözlər yazırlar vallah. Amma o pis yazanlar da ki, Allah razı olsun. Pis motivasiyadır. Yəni o pisin olmağı, yəni buradan pis yazanlara salam deyirik və çox sağ ol deyirik ki, o Məhəmməd Əliyə yaxşı motivasiya verdiniz ki, yəni bu insan məsuliyyəti başa düşdü. Dedi ki, mənim geri dönüşüm yoxdur və ilk raundda. Oktagonun atmosferini onsuz da bilən çox idmançılar bilir. Orada çox bizim idmançılarımız vuruşub, udan da olub, uduzan da olub. Amma yəni təəssüflər olsun ki, çox idmançılarımız Oktagon gedib uduzub. Yəni bunu özünüz bilirsiniz. Oktagon kim gedib uduzub gəlib, udanlar da var amma. Oranın atmosferini çox insan bilir. Çox, yəni bəlkə atmosferi var. Yəni, adamı şeyə salır da, işte mandrara salır. Çox insan qorxur. Amma mən ora girəndə, yəni mən o qədər motivasiya vermişdilər ki mənə. Mən elə bildim öz evimə çıxıram, yəni öz yerimə çıxıram. Həqiqətən də elə oldu. Yəni mən
Ta ki oktagonun qapısına kimi mən mandrajda olmadım. Oktagondan içəri girdim. Bir balaca içimə məsuliyyət damdı ki, yəni Məhəmməd Əli üstündə məsuliyyət var. Mən bunu fikirləşdim, qalxdım ora. Azərbaycan bayrağını ora asdılar. Bir an sonra arxaya baxdım, dedim bu qədər adama qarşı təkəm. Bu qədər adama qarşı təkəm, amma yəni o bayraq qalxmalıdır. Yəni başqa bir yol yoxdur. Yəni şükür Allah ki, o gəldi yenə döyüşə qəfəsə girəndə farmazonluq elədi. Mayallah aşkı üstümə gəldi. Yəni belə şeylər. Sən o bəlkə bir dənə o üstüvə şeylərində bir moment bəlkə vurmaq istəyirdin onu. Belə bir şey olub, belə şillədən vurardın da. O mən bir də qorxuzmaq istəyirdi. Yenədən nəsə eləmək istəyirdi. O mən bir də qorxuzmaq istəyirdi. Yenə xayıb almaq istəyirdi. Öyle bildi mən yenə tiksinəcəm. Çünki mənim reaksiyam interesində. Yəni mən pişik də yanına risk edəndə mən tiksinirəm. Bu normaldır qardaş. Bəli, Yəni bəli. bu adam istərsən reaksiya, adam gəlir, səninlə face to face-ə gəlir, sən bilmirsən bu adam vuracaq, nə edəcək. Belə eləyəndə istərsən Ona başa saldılar orada. Ona başa saldılar ki, dedilər bu uşağın reaksiyası var da başa düşdün. O istədi bir dənə də yoxlasın, o da alınmadı ki. Yəni hamı gözləyirdi ki, o döyüşü udacaq. Mən yəni bir idmandan biraz başa çıxan adam Ya otursana. Tony Fergusonun Armanın qabağında döyüşüb də bu insan. Tony Ferguson Arman hype-da, Tony Ferguson Arman qabağında döyüşüb. Onun döyüşünü bəyəniblər. Bunun döyüşü. Hə, very good deyirdi Ferguson. Sənin rekordun neçədir? Mənim rekordum olmalıdır 8. 8 qələbə olmalıdır. Mənim heç bir qələbələrim yazılmır. Yaxşı, Şırdoka düşməyibdi onda. Xeyr, düşməyib. Heç bir döyüşün düşməyib. Düşməyib. Yaxşı, sən Qələbələr ki, məğlubiyyətlər düşüb. Məğlubiyyətlər xaricdə vuruşduqlarımdır. Aha. Amma Azərbaycanda olanlar düşməyib. Azərbaycanda harda döyüşmüsən? Yəni Yusif müəllimin liqasıdır. Axırıncı Əjdərlə döyüşümdə. Əjdər mənim belə indi yaxın dostumdur, qardaşımdır. Allah ondan razı olsun. Yercimdir mənim. Əjdərlə döyüşümdə yazılmayıb qələbəm. 3 raund mən orada can vermişəm. Yəni 3 raund mən orada döyüş göstərmişəm. Tofiq Musayev də oradaydı, Mehman Məmmədov da oradaydı. Yəni oturub baxırdılar da. Yəni Əjdərlə qələbəm yazılmayıb. Bir də bu Oğuz liqası var. Oğuz liqası. Yarış keçirirsiniz, idmançıları çağırırsınız sonra. Niyə rekordlar yazmırsınız? Bəlkə onlar demişdilər ki, rekord yazılmayacaq. Elə bir söhbət yoxdur. Yəni Rekord yazıldı, sonra itəzdən silindi. O da siz nə yazmışlar? Orada yazılmışdı ki, liqa bloklanıb. Liqa bloklanacaq da sən pakaz döyüşlər keçirirsən. Bəs YouTube-a yükləməyiblər bunu. Yəni döyüşləri YouTube-a yüklədilər, sonra sildilər. Niyə silmisiniz? Siz də mənə bağışlayın. Kimlərsə deyir, bizi deyir, şikayət eləyibdi deyir. Bizim liqamıza deyir, şikayət eləyibdi. Bizim liqamız bağlanıbdı. Elə şey olmur, qardaş. Yəni liqa bağlana bilər, prosta ki, həmin o rekord yəni rekord əlbəttə ki, sən yəni bunu eləyə bilmirsən, bu insan YouTube-a at döyüşünü. Cibindən get pulun ver, qələbəsini yazır da. Niyə eləmirsən ki? Sən görə mənim belə psixolojik karyeram pis olmalıdır. Çünki burada idmançılar düz başa düşün, əziyyət çəkirlər, çıxırlar, döyüşürlər, yəni zədə alırlar. Rüfət müəllim, düz başa düşsələr də, düşməsələr də həqiqət budur yəni. Yəni onsuz da onun xoşuna gələ bilməz bu video. Amma mən bu həqiqətləri mən deməliyəm. Onsuz Azərbaycan, bütün Azərbaycan xalqı bu videodan sonra yəqin ki, yəni biləcəklər ki, həqiqət nədir. Düzdür. Yəni tək sən döysən də başqa idmançılarda yazılır. Rekordlar yazılmır. Yoxsa bir dənə səndə yazılmır, hamıda. Tək məndə deyil, bəli. Yəni mən nümunələr gətirə bilərəm. Məsəl üçün Ceyhun Rəfiyev, mənim məşq yoldaşım, əziyyət çəkən insandır o da. Onun da döyüşü qələbəsi yazılmayıbdı. Nəyə görə? Gələk biz döyüşə hazırlaşaq, gələk döyüşək, amma nə olsun, axırda rekord verilməsin. Gəlin sən otur liqa rəhbəri ilə otur belə, qulağına qoy telefonu, otur ondan sənə döy. Motivator Fitness Club sizi daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Burada müasir avadanlıqlarla təchiz olunmuş fitness və crossfit zalından və yalnız xanımlar üçün fəaliyyət göstərən idman zalından istifadə edə bilərsiniz. Həmçinin fitness food restoranımızdan dietik yeməklər sifariş verə bilərsiniz. Peşəkar məşqçilərimizin nəzarəti altında Motivator Fitness Clubda qollarınızı gücləndirin. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Club. Məqsədlərimizə birlikdə nail olaq. Çox bir şey var ki, bugün deyəndə biz söhbət Azərbaycanda olan liqalardan söhbət gedəndə çox boşluqlarımız var, çox problemlərimiz var. Bax məsələn ən vacib olan məsələlərdən biri o döyüşdən sonra rekordçun yazılması. Mən inşallah inanıram ki, mən yəni bəlkə düzələr. İndi danışarıq, yəni bunu biz yayımlayarıq və inşallah ki mən inanmıram ki, burada belə bir kimsə istəyər ki, idmançının haqqına girilsin yaxud da rekord yazılmasın. Ancaq bu yazılmalıdır. Ən azından yazmırsansa, deməlisən ki, bu məsələn bu rekordçu olmayacaq da. Yəni yox, o demir də yazmayacam. Deyir ki, rekord yazılır. Afişin də altında Sherdog, topoloji yəni hamısı yazılır da, yəni bu
deyirik, gedirik də biz ora. Bilməmiş ora rekord olmasa nə gedir bir döyüş epizodu. Lubiteyski deyil ki, professionaldır. Hə. Ondan sonra da rekordlar silinir, rekordları yazmırlar, döyüşləri YouTube-dan silirlər. Düzgün bir şey deyil də, elə olmur. Yəni elə idmançı həvəsinə düşə bilər, elə idmançı yəni idmanın başını buraxa bilər. Yəni mən inanıram ki, Gənclər və İdman Nazirliyi Fərid Qayıbov Allah ondan razı olsun, salamlayıram buradan. Çox sağ olsun idmançılar dəstəyinə görə. Mən inanıram ki, bunlara baxacaqlar. Yəni Azad müəllimin özü də federasiya prezidenti. Məncə Azad müəllim yəni bu məsələyə reaksiya verər. Bunu Azad müəllim bunu görəndən sonra mən inanıram ki, Azad müəllim yəni tanıyıram, Azad müəllim tanıdığıma görə bilirəm ki, Azad müəllim buna reaksiya bildirəcək. O 100%. Azad müəllim özü döyüşçü olub, özü bilir ki, bu rekord məsələsi necə qədər ciddidir. Məni qınayanlar bilmir ki, mənim həvəsimə düşməyimin səbəbi budur. Yəni mən döyüşləri udmuşam. Mənim rekorduma baxanda niyə 2-6 görünsün ki? Axı mənim qələbələrim var. Əslində 8-2 olmalıdır. 2-də də səndə məğlubiyyət, düzdür? Yox, 2 deyil. Nə qədər? 6-da məğlubiyyətim var. Neçədən qələbədir? 8-dən. 8-6-yadır. Bəli, amma yazılmayıb da. Baxıram yazılmayıb. Niyə görə də? Yəni olmamalıdır da. Elə niyə olsun? Niyə mənim həyatım bədbəxt olsun ki? Niyə durub bəzi insanlar kommentdə mənə yazsın ki, qaqaş sənin rekordun belədir. Onları mənə yazırlar kimə görə? O həmin liqa insanlarına, liqa rəhbərlərinə görə. Sonra durub mənə yalandan deyirlər ki, sən yalandan video paylaşırsan, sən döyüşmürsən. Elə mən döyüşmüşəm də, mən bunu artıq neyim? Növbəti döyüşləri bunlar sənlə indi desən 2 illik müqavilə bağlanıb mənə, düzdür? Hansı idmançılar təklif edirlər? Bir söz deyim. Mənim dostum Emir Hüseynov, orada Uduzluda Azərbaycandan 2 nəfər getmişdik. Uduzlu uşaqda 66 kilodaydı, yəni o da bizim vəsisədir də, yəni 66 kilo. İnşallah hansı rəqibi təklif eləsələr belə, İnşallah mən özüm video çəkəcəm. Mən yəni qoymayacağam ki, bizim qisasımız qalsın da, yəni bizim qanımız qala bilməz orada. Mümkün deyil elə bir şey. Yəni ona mən döyüş təklif edəcəm. İnşallah ki, Boburcan İsrailovdur. Qəbul eləyərlər yəqin ki. Qısasdan sonra yəqin orada kəmər döyüşü, nəsə belə bir maraq yaranar ki. Ondan sonra yəqin ki, bununla döyüşəndən sonra 2 nəfər, 3 nəfər mənə döyüş atmışsa, deməli yəqin özbəşə sanamsız mənə döyüş atardı yəqin ki. Yəni döyüşdən sonra 3 nəfər atıbsa, mən bir neçəsini görmüşəm. Hamı deyir ki, bəs gəl vuruşaq, gəl döyüşək. Bayrağı qaldırmışam, qəfəsin setkadan çıxdım, bayrağımı qaldırmışam, sevinə-sevinə gedirəm. Oradan biri arxamıza qaça-qaça gəldi. Deyirəm, bu neyinir? Bilirəm ki, polislər orada tutacaq bunu, heç kim gəlməyəcək. Sən demə oradan video çəkilmiş. Evdə baxıram, video paylaşıb. Necə video çəkib ki? Göstəreyim. Hə. Maraqlıdır. Həqiqətən çox maraqlıdır. Gəl bura. Çək deyir. Bu səni gördük. Bəli. Orada da bayrağımızı hədiyyə etsinlər, verdim onlara. Yox, yəni bu bizə nədir? Bu bax, bu gündəm yaradıldı, düzdürmü? Bir, Oktagon buna görə, yəni sən hype-da olduğuna görə əlavə bir bonus. Əlavə bir nəsə qoydu. Bildiyimə görə hardasa 700-800 dollar döyüşə görə pul verib. İnsanlar, mən niyə görə onu danışıram? Elə bilirlər ki, 20 min, 30 min, 40 min pul alıb bu adam. Ancaq elə deyil də. 700 dollar cəmicin pul verib. 700 dollar. Görünə boyda reklam olunub. Da başa düşdün necə? Məncə o bonus da verilməli idi. Əlavə qanarara pul verilməlidir. Knockout bonusu yəni hər liqada olur, amma mənə knockout bonusu verilməyib. Yəni knockout deyil axı, ona görə bəkəm. Knockout idi, texnik knockout idi. Ой, ground and pound от Нурузова. Рефери находится рядом. Muhammed Ali Nuruzov. Yəni ya knockout bəkəm belə knockout vurdu şutun. Yəni belə dayandırmaqla problem Birinci round qurtarıb, ikinci round qurtarmayıb ki, yenə onların dediyi olsun. Döyüş birinci round qurtarıb. Gözlənilən döyüş 85 milyon izlənən Oktagon liqası, yəni ilk dəfədir də Oktagon liqasında 85 milyon izlənir. 85 milyon. 85 milyon qabağında 700 dollar pul almısan. Yəni yəni maraqlı. Canlı yayıma 607 min adam baxırdı, canlı yayıma. 607 min adam baxırdı. Oktagonda ilk idim. Amma yəni 700 dollar mən aldım. O heç. O da sizin döyüşə görə idi də 100%. Əsas utduq, udmağımız heç. Amma yəni sən pul qazanmasan da, zaten sən tanınmaq qazandın. Bəli, yəni öz bayrağını qaldırdın. Dəstək olanları gördün, yaxınlarını gördün, yəni yaxın olmayanları gördün. Bu böyük bir işdir qardaş. Yəni hər şey pul deyil, düzdür. Pul çox vacib olan bir şeydir. Çünki orada sağlamlığınızı qoyursunuz, məşq edirsiniz, əziyyət çəkirsiniz. 2-3 döyüşü tutsan, kəmərdə qazansan, partlatdın. Gələcək inşallah. Yəni məntiqi başa düşürsən, sən indi elə bir ki, o kəmər yəni bax bura gələcək, bura. Rüfət müəllimin qabağına belə sərəcəm. İnşallah. Oturacağıq, söhbət eləyəcəyik. İnşallah. Növbəti döyüşə də mən ölkədə olsam,
imkan olsa Allahın köməyi ilə ikinci döyüş yaxşı bir rəqib versələr, o yaxşı bir motivasiya olacaq ki, biz gedəcəyik motivator kanalı olaraq. Yəni imkan verməyəcək ki, bizim döyüşçümüz ən azından o biz orada olsaq, psixoloji təsir biz tərəfdə olacaq 100%. Sən indi məsələn oktagonda ikili müqavilə bağlamısan, düzdür? Və sən açıq əldə vuruşa bilərsənmi? Yox. Döyüşə bilmərəm. Yəni demək istəyirəm ki, elə insanlar var ki, idmançılar var ki, tanıdıqlarımız gedirlər, döyüşürlər, eləyirlər. Yəni onlar tanımaq üçün eləyirdi, yəni. Yəni müqavilədə qeyd olunub ki, sən döyüşə bilmərsən 2 il ərzində. Yəni çünki niyə? Bu MMA-dır, bu isə açıq əldir. Yəni icazə yoxdur. Sabah travma alasan, nə bilim bir şey eləyəsən ona görə. Mən 2 il, yəni ümumiyyətcə bilmirəm, bəzi idmançılar qəribə gələ bilər, amma mən 2 il oktagona görə asılmayacağam. İndi deyirsən ki, məsələn, oktagon mənə 2 illik müqavilə bağlayıb, düzdür? Qanarlara təsir göstərdi? Qaldırır, bəli. Yəni necə olur ki, hər indiki... Yox, bu ilk döyüşü özləri az verdilər. O da yoxlanış üçün idi də. Yəni bəlkə o elə bilirdilər ki, mənə aşırdacaq. Deyirlər ki, bunun nəyinə çox pul verməyə, bu gəlib başıb çıxıb gedəcək. Onların düşüncəsi o idi da. Onların düşüncəsi bilirsiniz nə idi? Yəni mən burada evdə oturanda, mən evimdə isti evimdə oturanda mən bilirdim ki, onlar mən ora aşırtmaq üçün. Qırmızı lent bağlayıb göndərirlər. Elə bilirlər onlar. Amma mən içimdə bilirsiniz necə? Mən ona öncə qırmızı lenti vermişdim ki, bağlasın, gəlirəm. Mən burada ona qırmızı lent göndərmişdim. Yəni mən padarka deyiləm, mən buradan ora padarka kimi gedim. Bunlar fikirləşirsən padarkasan. Bəli. Həm də bunu ulduz eləyiblər, istəyirlər bunu qaldırsınlar. Bəli. Yəni bu əlində də xaypı var. Ancaq ki, tam fərqi oldu və döyüşdən sonra oturdu, ağladı, çıxdı, şeylər danışdı, nəsə fikirlərini bildirdi, elədi. İndi necə revanşla bağlı nəsə deyib eləmir? İstəyir, yazıb, mənə yazıb. Yazıb ki. yazıb, belə yazıb, əl işarəsi atıb. 70 kilo revanş, yazmışam, öpürəm səni, 66 kilo esasən döyüşəm. Yox, 70-də zaten 70-ə düşsə də yenə də özünə pis olacaq. 70-də özünə də pis olacaq. Bax, aralarında 8 kilo fərq var idi. 8 kilo, hə, döyüş günü də, yəni 8 kilo döyüşdən əvvəl idi. 8 kilo bu VC-də də, yəni tərəzidə. Deməli, danışılmışdı 74 kilo ilə. Bu gəldi ki, onu da eləmədi, 75 ilə çıxdı. 74, 66-ya da düzdürmü? 66 ilə 74 arasında nə qədər 8 kilo fərq var. 8 kiloya da minnətlə $100 əlavə verirlər. Orada. Çox sevindim, niyə? Çünki bu döyüşü gözləyirdim və axırda da qələbə olmağı bizi həm də ki tez bir vaxtda, yəni sən onu döydün də əməlli başlı, texniki nokautla. Yəni mən döyüş ikinci, üçüncü raundda qutarsaydı, yəni mən sevincdən ağlamayacaqdım. Sevincdən başqa hərəkətlər edəcəkdim, yəni onun qışqırmağına cavab verəcəkdim orada. Bəlkə qəfəsini sıxıb salto vurardım. Yəni başqa sevinclər yaşardım. Mikrofonu götürüb, yəni mikrofonu verməsələr belə mikrofonu istəyib orada danışardım. Amma yəni birinci raundu qutarandan sonra elə sevindim ki, yəni bu qədərmi sən zəif idin də, yəni İnsanın yəni güləşi var da, onun güləş videoları var müəllim. Yəni mən kör deyiləm, görmüşəm. 1 il bundan qabaq o türmədən çıxandan sonra güləş videoları var. O türmədə də olub bu. Bəli. Yəni onun güləş videoları var. Sən partiyada işləmisən, sən döyüşə partiyaya hazırlaşmışdın. Videoları var. Yəni bütün videoları saxlamışsan. Zaten akrobatikasından da bilinir ki, bu adam şey deyil. Yəni gəlir oturur şpaqat açır. Şpaqat açır. Yəni Nüceldə əlin şpaqada nə dəxli var? Face-to-face gəl ayağı götür qaldır yuxarı. Onun ələ nə dəxli var? Niyə də yəni şoya gedir də, şoya. Belə şeylər elədi. Mən də dedim ki, qoy bunu istəməyim, buna əl atmasın heç əli qalxmadı da, fikir verdi, əl dəymədi. Ayaq atdı, ayağını tutub yerə qoyaq istəyirəm ki, ayaq atdı, qarşıladım. Lazım. Bir moment oldu ki, o durdu ayağa. Торопится сейчас занять позицию Маут. О, отлично здесь. Кроха с силой. По большей части, но ненадолго это. Uzaqda olmadı. Orada Orxan müəllimin fəndləri keçdi. Revanş inşallah olar olmaz. İndi sən bunu yenə deyirəm ki, növbəti rəqiblər gözləyir. Orada mən o revanşı istəmirəm. Lazımdır. Sən 66-da çempion kimdir orada? Yox. Nətəlik. Bomba. 66-da çempiondur mən. İndi 100% inşallah sən olacaqsan. İndi hal-hazırda kim? Kamil Karate'dir. Kamil deyirlər də. Kamil Karate. Yəni bunu qeyd eləyərsən, Kamili də burada taq eləyərsən. İnşallah ki, ola bilər 1-2 döyüşdən sonra Kamil Karate ilə üz-üzə gələsən. Salam deyirik sənə buradan. Necə ki, sizinkilər bizi burada salamlayır orada. Yəni deyirlər ki, gəlsinlər, döyüşsünlər. Çox idmançı indi hal-hazırda oradan istəyir ki, bizim idmançı ilə necə deyirlər ki, çıxsınlar, döyüşsünlər, yəni hype alsınlar. Vaxt olur ki, insanlar var ki, məsələn, sən kimdənsə hype almaq istəyirsən, indi qoy otursunlar, düzülsünlər o çörədə, səndən hype gözləsinlər. Həmin o hype-ın da istər-istəməz özünün qiyməti var. Nə qədər artırsa, o qədər də qiymət. Ona görə Kamil Karate salam
Salam aleykum. İnşallah ki yaxın vaxtda gözləginən. İndiki bizim idmançımız Kəmər Dalıca gəlir və inşallah Kəmər Azərbaycana gələcək. İnşallah gələcək. Bu stola gələcək. Mütləq bizim stola gələcək. Ancaq bu döyüşdən sonra, yəni daha çox tanındın da qardaş. İndi real danışaq ki, 20 neçə il ərzində, 20 il ərzində sən bir günə 20 il ərzində 10 qatın tanıdın. Bu günə kimi məsələn indi bizim kanal bütün idmançılarla işləyir. Yəni bizdə hansı dövlət kanalı çağırıb ki, gəl bizdən intervyu ver. Olub elə? Yoxsa ilk dəfə getmisən kanala? Bundan qabaq olmusan kanalda. İndi aydın məsələdir ki, bütün dövlət Bir dəfə İdman TV çağırmışdı. O da qar yağan vaxt idi. Onunla ilə bağlı idi. Elbir var idi, Elbir var idi. Onunla bağlı. Orada çempion olmuşdum. Onunla çağırmışdılar. Yox, mən deyirəm ki, belə görsəm sən vaxtın yoxdur ki, İndi CBC Sportda çağırıb, İdman TV-də çağırıb, tarixlə bir gündə çağırmışdı. Orada getmişəm. Yəni çağırdılar. Bu yaxşıdır qardaş. Bir də CBC Sport qalıb, bir də RTV qalıb. Onlara hamısına getməlisən ki, niyə? Çünki bu gündəmdir və bundan sonra çox vacibdir ki, sən necə addımlayacaqsan. Yəni bu sən xayb belə bir şeydir ki, bir həftədən sonra yoxsansa, bir həftə 10 gün yaddan çıxdın. Söhbət də bilirsiniz, mən demişdim ki, yəni o videonu da çəkiblər ha. Müəllim vallahi o videonu çəkib. Mənim dostum çəkib o oteldə oturan videonu. Mən qayıtdım videoda dedim ki, oturmuşdum, uzanmışdım, döyüşə baxırdım. Döyüşə baxırdım. Qayıtdım dedim onun 4 il 5 ay sıraq olub. Dedim bundan sonra da 4 il 5 ay sıraq birdən də olacaq ki, 4 il 5 ay onun videoları paylaşılacaq. Yəni mən onu buraxası deyiləm. O mənim üstümə qışqırıb 4 il 5 ay qoyacaq çəksin. Baxanda deyəcək ayda yenə bunu paylaşırlar. Ayda bunu yenə paylaşırlar. Ancaq o qardaş bu Azərbaycanda populyar oldu da həqiqətən. Bizim millət tanımırdı onu, onu tanımırdı. Gold kimi tanıyırdılar, oldu Alpen Gold. Alpen Gold göndə dostlarım mənə video atır ki, dostlarım mənə video atır. O da ki, bundan sonra Alpen Gold deyəcəklər də. Mən bilirdim ki, mən qırağa çıxsam, mən bunu eləyəcəm, mən bunu bacaracam. Çünki yəni mənim bazam var, yəni mənim optum var. Mən görmüşəm, bilirəm nəyə necə idarə eləmək lazımdır. Yəni mən bunu eləyə bilərəm, amma mənim şəxsən vallahi deyirəm, yəni günüm olub ki, mən Orxan müəllimə yazmışam ki, mənim yol pulum yoxdur məşqə getməyə. Mən yəni belə yazdım, mənim yol pulum olmur məşqə getməyə, mən getməmişəm məşqə. Bildiyiniz, yəni mən sabahsı gün olurdu, Orxan müəllim yazırdı, Məhəmməd Əli məşqə gəl, yəni özünüz bilirsiniz ki, hər müəllim yazmır ki, dur məşqə gəl. Müəllim nə qədər tələbənin dalınca düşər. Düzdür. Nə mən müəllimə hər dəfə perspektiv vardı deyə istərsiniz. Yəni mən müəllimə hər dəfə deyə bilmirdim. Nə müəllim imkanım yoxdur. Biz ailədə 5 uşağıq. Yəni indi Allah saxlasın qardaş. Atım da çatdıra bilmirdi. Yəni əlindən gələni edir. Yəni mənə görə əlindən gələni edir. Yəni o 5 dənə uşaq varsa evdə. Ən böyüksənsən? Xeyr. Mən ortancılam. Yəni evdə 5 dənə uşaq varsa, yəni 5 dənə uşaq olsa belə öncəliyi mənə görür atam ki, yəni bu insan qabağa getsin. Nəsə eləsin. Bəlkə bu insanı kimsə görər, qabağa çəkər. Atam pul verməyi dayandırar, bəlkə sponsorlar hərəkət eləyər. Atam da öz uşaqlarına baxar, övladlarına baxar. Yəni əslində vaxtıdır da, istər-istəməz baxın bu. Yəni mən məşqə bu gündən inşallah biraz istirahət edirdim. Qabırğam ağrıyırdı. Bu gündən başlayıram məşqə, səhər axşam məşqlərinə. Yəni bunun yol pulsu var, vitaminlər var, yəni bunları yəni mən özüm inanmıram ki, çatdıra biləyim. Onsuz yəni məlum məsələdir, özünüz bilirsiniz. Bunlar çatdırmaq asan bir şey deyil. Düzdür. Dava dərmanlardır, sistemlərdir. Yəni çatdırmaq üçün imkan lazımdır ki, bir nəfər dəstək olsun. Yəni özünüz də bilirsiniz ki, elə də böyük bir xərc deyil. Yəni o imkanlı olan şəxslər üçün elə də böyük bir xərc deyil. Prosta otururlar, baxırlar, yəni niyə görə dəstək olurlar? Mənə o çox maraqlıdır. Onu mən bilmək istəyirəm, yəni nə bilim müəllim. Mən də bir neçə illərdir ki, bilmək istəyirəm ki, niyə görə, yəni söhbət gedir, o imkanlı şəxslərdən söhbət gedir. Bu günləri lazım olmayan yerə, lazım olmayan insanlara dəstək olurlar. Məsələn, TikTok açırsan, baxırsan ki, ona nəsə göndərir, buna nəsə göndərir. Yəni bu pullar hardandır? Onu göndərdiyi, o lazımsız insanlara göndərdiyi, nəysə göndərirsiniz orada hədiyyə olaraq. Biz idmançılar var, onlar eləyin. Musiqidə olan insanlar var, əziyyət çəkirlər, hansı ki bizim mədəniyyətimizi təbliğ edirlər. Onlarda da müəyyən bir, yəni olur da insandır, nəsə kömək, dəstək lazımdır. Ancaq ki boş-boş TikTok açırlar, boş-boş nə bilim adamlardır, girib onun canlısına baxırlar. Orada da nəsə göndərirlər. Nəsə. Yəni də öz şəxsi işlərimizdir. Yəni burada heç kəsdə nəsə istəyib eləmir. Sadəcə olaraq elə bir insanlar var ki, məsələn bizim idmançılar kimi. Ən azından elə də bir böyük bir dəstək lazımdır. Orada lazımdır 2000, 3000, 5000 pul. Müəyyən bir summadır ki, bunun vitaminidir, bunun ən azından məşqə gəlib gəlməyidir. Sabah döyüşdə məsələn bir hardasa parladısa, elə də o öz pulunu qazanacaq. Sadəcə o müəyyən bir dəstək üçün. Və inanın ki, o sabah parlasa da sənin adını heç vaxt yaddan çıxartmayacaq. Mənim atamı bəlkə tanımarsınız. Atam tanıyan biri deyil, mən atamla oldu. Yəni mümkün deyil ki, mən kiminsə mənə elədiyi yaxşılığı mən unudum da, yəni.
Elə bir şey mümkün deyil. Yəni Bəzi idmançılarda olur, görsən ki, yəni eləyirlər, sonra şəxsən bu gün indi şükür Allaha indi azdan çoxdan tanıyırlar, paylaşırlar da düzdür. Azdan çoxdan indi tanıyırlar da, o hamı tanıyır. Bunu eləyən kimdir? İlk öncə Allahdır. Düzdür. Allah istəməsə belə şey ola bilməz. İkinci növbədə də yəni o Turan müəllim bunu elədi ki, Turan müəllim elədi. Yəni bunu Turan müəllim olmasa mən bu dəqiqə bəlkə də burada deyildim. Oktagona kim idi mən sağdan? Kimsə öz başına gəlib ora çıxası deyildim ki, öz başına mənə yazmayacaqdılar ki. Yəni o Turan müəllim bu şəraiti yaratdı. İndi Turan müəllim necə deyim, yəni özü mənə deyir ki, mən də səndən fəxr edirəm, yəni. Yəni bir menecerin bu sözü bir idmançıya deməyi çox sevindirici bir şeydir. Yəni mən də deyirəm ki, Turan müəllimin menecerliyi həm mənə xoşdur. Turan müəllimlə davam edəcəm yolum inşallah. Bundan sonra da inşallah deyirəm UFC-yə də getsəm belə, yəni mən o insanın adını həyatı boyu yaddan çıxartmaram. Kim ki çətin vaxtların yanında olub, dəstək olub. olub. Bəli, olub, bəli. Yəni o yəni söhbətlə Turandır, hansı mən insanlar UFC döyüşəndə mən bildim ki, bu liqalarda şey olmayacaq. Necə deyim? Bu liqalar mənim rekordumu yazmır. Turan müəllim deyirdi ki, yəni səndən pul almıram da mən. Səndən heç nə istəmirəm. Formanı da özü verirdi, döyüş formasını da özü verirdi. Yəni döyüşə də pulsuz şey elirdi, başa düşdünüz? Yəni Lübütələ elə olurdu ki, mən məşq keçirdim də. Mənim tələbələrimi Lübütələ pulsuz buraxırdı. Yəni deyir ki, öz zivvə qalsın. Öz zivvə qalsın. Əsas yəni dayanma da, başa düşdünüz? Yəni məşq elə deyir. Düzdür. Yəni bunları eləyib də, amma bir çox insanlardan görmək istəyərdim elə şeylər, yəni amma onu heç kim eləmədi. Mən deyirdim, bəzi insanlara yazmışam, çox güman ki, yəni bunu özü biləcək, yəni kameraya baxıb danışmağa ehtiyac yoxdur. Bəzi insanlara yazmışam. Dəstəklə bağlı. Xeyr. Bəzi insanlara yazmışam ki, mənə şərait yaradın, mən özümü göstərim. Amma o şəraiti mənə yaratmayıblar. Bəzi idmançılara yaradıblar, həmin idmançılar da gelib qıraqda aşıb gəlib. Uduzmayıb, aşıb gəlib. Yəni sən sözlü desən bilirlər söhbət kimdən gedir. Yəni özü bilir vallahi. Allah şahidim olsun ki, özü bildi mən kim deyirəm. Yəni o şey də mənə xoş olmadı ki, mən döyüş odandan sonra mənə yazdı ki, halal olsun, fəxr edirik. Yəni nəticə verəndən sonra Bəli. ha. Amma Ancaq ki həmən günə kimi yazmırdı. Həmən günə kimi elə bir şey olmuyor. Yəni insan mən idmançıyam, mən kişiyəm, mən belə çıxmasına heç nə incimirəm. Prosta yəni ürəkdə qalan bir şeylər var axı, yəni. Tök qardaş, tök. Vallahi elə bir şey olmaz. Yəni burada biz danışdıq, hansı ki şeydə danışmamısın. 5 yaşından məşq edirəm. Mənim müəllimim Free Fighting-in prezidenti olub, Rasim Eyvazov. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Yəni çox insan tanıyır, çox mərifətli, ədəbli müəllimdir, yəni. Free Fighting 5 yaşımdan məşq edirəm mən. 21 yaşım var. Sən sərbəst güləşdən gəlmisən? Yox, mən 5 yaşından Free Fighting vuruşmuşam. Stoyka döyüşmüşəm. Sonra klassik güləşə başlamışam. Ondan sonra gördüm ki, alınmır da. Mənimki ancaq çəkir idmanı MMA-ya. MMA-ya davam elədim. MMA deyəndə ki, birinci başlamış stoykadan, sonra keçmiş güləşə. Oldu mix, oldu MMA-da, normaldır da. Yəni belə baxanda bazı oyunlar da. Güləşdə qala bilərdim. Mən Respublikada çıxmışam, yaxşı güləşmişəm mən. Yəni yer vermişəm. Prosta çəkdi MMA-ya. Prosta yəni olmadı, alınmadı. Keçdim MMA. Mən zborda da, güləşdə zborda da məşq eləmişəm. Müəllim İlham Vəzirov olubdu. Salamlayıram İlham müəllim buradan. Salam əleykum. Yəni MMA-yı çəkdi. Dedim yəqin MMA-da dəstək olacaqlar da. Baxırdım, görürdüm. Dedim MMA-da dəstək olarlar. Yox, baxıram bu nədir? Biabırçılıqdır yəni. Mənə Türkiyədən, mənə qıraqdan bu əsas paylaşılmalı əsas bir proqnoz budur. Türkiyədə mənə yazıblar, Türkiyədən yazıblar ki, gəl burada məşq elə, sənin evi də, sənin yol pulu da, sənin zalığı da biz təmin edirik. Türkiyədən. Bu döyüşdən sonra. Bəli, Türkiyədən bunu deyiblər. Azərbaycanda qardaş gəlmişəm. Təbrik edirlər, Allah razı olsun, yəni. İmkanı olan şəxslərin yalandan quru-quru təbrik yazmağı ayıbdır. Şəkil çəkdirirlər, fəxrimisən. Bəli, qutardı, çıxdı, getdi. Əsas o da bir işdir də, yəni şəkil çəkdirmək fəxrimiz. Niyə Türkiyədə olan insanlar sən tanımayan adam yığıb ki, qardaş gəl sən mən hər şeyini təmin edirəm. Bəli, bəli. Bizdə də var o insanlar inşallah ki, mənə gəlir ki, bu verilişə baxandan sonra ümid eləyirəm ki, yəni dəstək olacaqlar. Tək səndən söhbət gedim. Ümumiyyətlə idmançılara maddi dəstək olmaq lazımdır. Çünki bunsuz mümkün deyil. Surəsur şirkəti evlərə, ofislərə və bir çox dövlət əhəmiyyətli müəssisələrə 100% təbii minerallarla zəngin 19 litr və 0,5-lik qablarda su çatdırır. Bizdə müəyyən bir problemlər var ki, məsələn, başqa ölkələrdə başqa ölkələrdə məsələn, bax görsən ki, qardaş uduzub özbək ağlayır və bütün Özbəkistan, bütün idmançılar ona dəstək olur. Dəstək olurlar ona. Burada bizdə də olan olur ki, kimsə uduzur, məsələn, dəstək olurlar. Bizdə olmur, bizdə elə şey olmur. Mən
uduzursan yazırlar ki, yaxşı oldu. Məşq eləmirsən. İdmanın başını buraxdı. Qaçdır, qalx futbola get də. Belə yazılır. Vallahi aşpaz ol, nə bilim, belə. Axtarsam o TikTok-a bölçüsəm aşağı. İndiki faktı paylaşaram ki, aşpaz oldum qardaşım. Aha. Yəni rahat oldun da. Hə, yəni paylaşaram da. Niyə elə şeylər yazırsınız ki? Sən bilmirsən axı sabah nələr olacaq, yəni Allah sabah ki mənə verəcək yəni. Yəni mən tanımıram şəxsən. Mənim cibimdə biraz pul var idi bu gün. Səhər oldu. TikTokda mənə bir xanım yazmışdı. Yazmışdı, bəs belə-belədir. Kirayə evdə qalırıq, balamda belədir, elədir. Köməklik. Ona 20 manat atdım, özümə də 30 manat qaldı. Başa düşdünüz? Yəni mənim cibimdə pul olmaya mən bunu eləmişəm buna. Yəni mən ürəyindən gəldi elə. Mənim ürəyim ağrıyır da, başa düşürsüz? İnsan ürəyi ağrıyır belə şeylərə. İnsan yaxşılıq eləməlidir yəni. Amma yəni elə insanlar var ki, pul ola gəlir, yəni Allah razı olsun, o özlərinə, yəni öz pullarıdır, yəni mən heç deyə bilmərəm. Amma 4 dənə 5 dənə maşın alır düzür qapıya. Azərbaycan idmansarda qalır qıraqda belə. Gedir düzür gəlir kimsə, boyumuzu yerə soxdu, nə elədi? Dəstək ona bir fikirləşən yoxdur. Axı buna dəstək olan yoxdur ki, o sənin boyu yerə soxmasın, boyu qaldırsın. Yəni niyə də özün öz boyu yerə soxsan söz deməklə? Yəni o idmançıdır. O ola da bilər, uduzat da bilər. O bayraq bir dənədir. Hə, bayraq bir dənədir. Əlbəttə ki, sən də bayrağın. Boyumuzu yerə soxdun sözü mənə çox maraqlı gəlir ki, sən özün öz boyu yerə soxursan. O idmançı yəni əziyyət çəkir. Sən bilmirsən nə əziyyətlə böyüyür də o insan yəni. Heç kim bunu bilmir. Yəni bu idmançılar nə qədər ki inşallah dostlarımız bir olacaqlar. O vaxtda da bizdə də hər şey yavaş düzəlməyə başlayacaq. Bizim idmançılardan sənə dəstək olanlar, yazanlar 100% bilirəm oldu. Əsas ilk növbədə, yəni mən bunu yaddan çıxartmaram. Döyüşdən çıxdığım 1 saat deyildi, Xəzər Rüstəmov görüntülü yığdı. Aha. Buradan Xəzərə salam əleykum. Öpürəm səni qardaşım. Xəzər Usta. Mən bunları istəyirəm, bundan danışaq. Yəni dostlardan danışaq. Xəzər Rüstəmov görüntülü yığdı. Yəni pisləri dedik. O varsa yəni yaxşıları da adını qeyd etmək lazımdır. Hə. Kənan müəllim indi bildiyinizlər kimi deyirəm. Kənan müəllim yığdı. Kənan qardaşımıza buradan Kənan özü də mənə yığdı. Kənan əməyimdən söhbət gedir. Kənan. Həqiqətən Kənan həmişə idmançıların yanındadır. Yəni sən bizim qardaşımızsan. Bəli. Çağayev yığdı. Çağayeva da buradan salam deyirik. Salam əleykum. Çox idmançı da var ki, bəlkə görməmsən, paylaşıblar. İndi hamında o qədər var ki, sən hamısını izləyə bilmərsən. Hamısına baxmışam. Hamısına, bütün hissələrə oturub baxmışam. Mən döyüşdən gələn cüzü yatmamışam. Mən o sevinclə mən yata bilməzdim. Mən yatmadım. Mən baxdım ki, mənə vacib olan o idi. Vallahi yəni mən bilirdim ki, mən o bayrağı qaldıracağam, mümkün deyil. Uduzacam, uzaq karyeramı qurtaracam. Burada top, yəni bizim prinsip var da burada. Yəni mən prinsip o idi. Orxan müəllimlə danışdım. Orxan müəllim qayıt dedi ki, erkək kişisən. Bu sənin döyüşün deyil. Bu Azərbaycan millət söhbətidir deyil. Deyir eləmə də, belə eləmə Məhəmməd Əli. Bizim adımız qalxmalıdır. Mən bir kəlmə dedim, dilim baş üstə müəllim, öpürəm sizi. Çox danışa bilmədim. Yəni halım yox idi. Dedim öpürəm sizi. Ad boylaşdıq. Bura gələndə oturdum, baxdım ki, görüm o mənə pis adamları mən metkalamışdım. Görüm kimlər var idi orada. And olsun Allaha deyirəm, o mənim arxamca danışan insanlar da mənə yazıb, o mənə pisləyənlər də mənə yazıb, təbrik eləyib. Hələ də yazıb ki, sevincdən ağlamışıq, Allah səndən razı olsun ki, sən sevincdən ağlamısan, amma mən damda danışmalı deyildim. Özü bildim mən kim deyirəm. Yəni aktorluq eləmə də qardaşım. Vallahi yəni adama heç xoş gəlmirdi. Yəni belə şey yoxdur da, buradan mən istədim Azərbaycanda, yəni sevincdən ağlamışam. Asılı Rüfət müəllim, mən istədim Azərbaycanda biraz yəni hərəkət eləyim, face to face-də, döyüşlərdə şou göstərim. Kommentə baxırsan, qardaş sən Conorsan, bizim Azərbaycana bu yaraşmır. Qardaş, Azərbaycan MMA-sının inkişaf eləməyi üçün nə lazımdır? Şou lazımdır. Reklam lazımdır, şou lazımdır, normal döyüş göstərmək lazımdır. Başa düşürsən, bunlar lazımdır. Azərbaycan MMA-sı qalxmalıdır. Bu zaten hamı bilir. Fikir versiniz. Özbəkistan son illərdə başladı. Necə qalxırlar? Yəni arenada oturmağa cüt-cür otururdular. Arenada oturmağa yeri yox idi. Başa düşürsüz? Yəni sərhədçiyə döyüşə gəlsən, bütün sektorlar boş olur. Yəni niyə də? Reklam. Bundan sonra mənim elə ən istədiyim özümdən qıraq. Yəni mən heç vaxt tək özümü fikirləşən insan olmamışam. Özümdən qıraq. Mən bir dənə MMA-nı Azərbaycan MMA-sını qaldırmaq lazımdır. Başqa heç bir şey lazım deyil də, yəni. Dəstək çox olmaq lazımdır MMA Azərbaycan MMA-sına. Mən bilirəm ki, bu yoxdur da. Yəni faktiki mən bunu idmançı olaraq görürəm. Bunu çox insanlar danışmır. Kimlənsə çəkinirmi, kimlənsə qorxurmu? Yəni mənim heç kimdən çəkinəcəyim, nə də ki qorxacağım yoxdur. Uzaq idman karyeramı qurtara bilər. Yəni nəyi danışmırlar, nə ilə bağlanmır? Yəni MMA Azərbaycanı niyə görə inkişaf eləmir məsəl üçün? Niyə inkişaf eləmir? Mən tanıdığım bir çox güclü insanlar, potensiallı uşaqlar qalıb qıraqda. MMA-da. Bəli, əlbəttə ki. Yəni kimlərə görə mən MMA-nın içindəyəm, mən görürəm bunları. Mən bunları gizlədə bilmərəm. Mən tək udmuşam deyə gəlib burada özümdən danışmamalıyam ki. Oturum burada ancaq oturum belə. Özümdən belə elədim, mən elə elədim.
olmaz. Mənəm deməklik lazım deyil. Hamısını edən Allahdır yəni. Düzdür. Bunu hamı bilir ki, hamısını edən Allahdır. Allaha inanmayanlar deyə bilər ki, mənəm. Məndən başqa heç kim. Çıxdı ora sinəsinə belə döydü sinəsinə. Nə oldu? Çıxdı ağladı. Düzdür. Axı sən özün mujik deyirdin. Yəni mujik uduzluğu döşəcək oturub ağlayır orada. Mən də ağladım, amma uduzluğuma görə sevincimə görə. Səndə sevinc oldu onda isə. Yəni mən təsəvvür edirəm ki, orada hansı sən hisslər keçirmisən. Mən bayra Nurlan Abdullayev mənim elə bir sekundant getmişdi. Mənlə Turan müəllim gələ bilməmişdi, onu göndərmişdi. İndi bizim müəllim də biraz problemlərə, işlə bağlı problemlərə görə, yəni özü gələ bilmir, bizə icazə vermirlər. Bayrağı keçdi başıma, qayıtdı dedi sən halal olsun. Dünən gecə verdiyim sözü tutdun. Dünən gecə də saat 3-də, döyüşdən qabaq gecə saat 3-də yatmışıq. Yəni gecə saat çox gecdi. Bəli, gecə saat 3-də 4-də işləmiş yatmışıq. Çünki bizim döyüşün vaxtı gecə idi. Biz tez yatsaydıq, tez durub yorulacaqdıq. Düzdür. Sən gec durmalıydın ki. Bəli. Yəni buradan bəzi idmançılara deyim, özünüz bilərsiniz. İstəsəz, istəməsəz də bu yaxşı bir şeydir. Gecə. Yo, bunu keçən dəfə bizdə UFC burada olanda Nazimlə fizik vaxtı gecə döyüşdüydülər. Onlar da eyni qaydada elədilər. Eyni. Yəni mən o işin belə dərindən bilən adamı deyiləm. İdmançı onu daha yaxşı bilər. Bəli, sizin özünüz bir səhər mən neçədə durursunuz məsəl üçün? Mən saat 9-da onda. 9-da durursunuz. Saat 9-da duranda saat 6-da eyni motivasiyada olsun. Yox. Adam biraz yorulur da. Da, istər-istəməz belədir. Yəni belə olur da. Ona görə də biz saat 3-ə 4-ə kimi dedik, güldük, döyüş planlarını qurduq. Elə döyüşün gecəsi də həmin ayaq tutmaq prosesini işləmişdik. Çünki bilirdim ki, mən ona bir dənə low kick vurandan sonra o rəqibə qarşı sən nə etsənsə, o da həmin atveti qaytarır. O ayağa qaytarmada qaldırdı başa, korpusa. Orada da işimizi gördük. Elə o ayağı qaldırdım, ayağını tutdun, fırlatdın, saldın. Yəni sən onu hazırlamışdın da, onu bilirdin ki, istər-istəməz. Orada da bəli olur. Kontrolda da yəni hiss elədim ki, kontrolda mən bir əlimi tutdu belə. Əlimi çıxarda bilmirdim. Yəni fizikli idi, yəni 8 kilo belə, onun fizikisi Yox, beton kimi idi. Beton kimi idi maşallah. Yəni gücü var idi. Yəni biri var ki, bu ancaq fiziki görsənsin belə. Biri var ki, adam görsən ki, elastikdir. Adam yəni hasant bir şey deyildi. İndi bir neçə adam ola bilər desin ki, birinci döyüşü idi, MMA-çı deyildi falan. Yəni bunun dəxli yoxdur da. Yəni bugünkü günləri bu fakt olaraq faktdır ki, debüt eləyib oraya. Debüt, yəni orada ikincisi də bu adam udarnikdə, stoykada vuruşan insandır. Bir də ki, yenə deyirəm ki, onun döyüşləri də var ki, hansı ki güləşir. O sən onu gör. Yəni ondan başqa da döyüşdən 4 gün qabaq oteldə məşq eləyəndə video paylaşıblar, güləşir. Buna güləşə girirlər, buzaj da verir, sonra güləşir. Yox, zaten bunu göstərirdi ki, mən güləşə də bilirəm. Yaxşı da. Turan müəllim dedi ki, onsuz da dedi mən gələn döyüş belə eləməyəcəm. Çünki onun vesini bilmirdi də Turan müəllim o ilə çıxacaq. Biləndən sonra səs atdı onlara danışdı. Dedi bu tarixdəki döyüşün pulunu razılaşmışıq. Gələn döyüşün Turan müəllim qayıtdı dedi ki, dedi qanarları da artırırlar. Artıq desə görə öhdəlik səndədir. Məsələn, nə qədərsin odur? Rüfət müəllim ağır çıxıb. Mən də deyəcəm ki, zəhmət olmasa 60% qanararını ver mənə. Yox, əlavə pul istəyə bilmərəm. Qanararın 60%, 100%. Deyə bilərəm ki, hamısını ver. Düzdür. Əgər hamısını verəndə siz pulsuz döyüşmək istəyirsinizsə, bilsən nə, həm də məsuliyyət olacaq da döyüşdə. Bəli. Burada görsən məsuliyyət yox, $100 görə deyir ki, hər şey belə çıxım da nəsə belə. Ancaq bundan sonra başqa cür olmalıdır. Qardaş, uğurlar sənə arzu edirəm. Çox sağ ol ki, yenə deyirəm bizi sevindirdin. Bizim verilişə də gəldin. Yəni bizim həqiqətən mənim maraqlı suallar var idi və burada danışılanları sən heç yerə danışmamısan. Heç burada danışdıqlarımı Orxan müəllim mənə deyirdi, bəs niyə danışmırsan? Orxan müəllimə deyirdim, mənim çox şeylər var, danışmıram. Deyir, niyə danışmırsan? Axıra danışdın. Müəllimin siyaqini haqlayardı. Danışdı da. Gəldi mənə danışdı. Fikirlərini bildirdi. Biz də inşallah onu biz mən bilirəm axı, bura lazımlı insanlar baxır. Çox sağ ol dəyərli fikirlərinə görə bizim kanalımızla bağlı. Bizim üçün çox xoşdur. Yəni sənin fikrin, yəni bizi həqiqətən bizi izləyən insanlar var ki, hansı ki baxacaqlar və bilmədiyi nə varsa bizim kanalda görəcəklər. Yəni bilmədiklərini görəcəklər və bunu deyim ki, yəni burada heç bir sözümdə yəni həqiqət olmayan bir şeylər yoxdur. Hamısı həqiqətdir. Bizim kanalımıza abunə olun, kommentlərinizi yazın. İnşallah ki görüşərik. Sənə yenə təşəkkür bildirirəm. Elə bir sıxım sən. Sağ ol. Həqiqətən çox sevindirdin bizi. Sağ olun.